Salamir Əmərbiniz yeni mövzu izahatından bugün sizinlə biz birlikdə Almaniyanın 2-ci Dünya müharibəsindən sonraki vəziyyəti ilə danışacağıq. Elə isə başlayaq. Deməli, 1-ci Dünya müharibəsindən fərqli olaraq Almaniya 2-ci Dünya müharibəsində məğlub olanda 4 işğal zonasına parçalandı. Potsdam konferansının qərarlarına əsasən İngiltərə, Fransa, Amerika və SSR arasında Almaniyanın ərazisi 4 işğal zonasına bölündü. Daha sonra Avropada Fransa özünün hegemonluğunu sürdürmək istəyir və Almaniyanın vahid dövlətdə birləşdirilməsini istəmirdi. Və İngiltərə də Fransanın bu siyasətini dəstəkləyirdi. Lakin bu siyasət ABŞ-a xeyir eləmirdi. ABŞ istəyirdi ki, Avropada hər hansısa bir tək dövlət güclənməsin. Bir çox güclü dövlətlər olsun və bir-biri ilə həmişə rəqabətdə olsunlar da. Yəni hər hansısa biri güclənib gələcəkdə ABŞ-a bir rəqib olmasın. Və bunun üçün ABŞ İngiltərə və Fransanı təhrik edir ki, Almaniyada gəlin işğal zonalarımızı birləşdirib bir dövlət yaradaq. Və Fransa ilə də İngiltərə məcbur olub buna razılıq verirlər. Bu prosesin sürətlənməsinə səbəb olan bir digər amil isə SSR-nin payına düşən hissədə kommunist ideologiyasının sürətli şəkildə yayılması olur. Kommunist ideologiyası sürətli şəkildə yayılır və ABŞ, İngiltərə, Fransa tərəfdən narahat olurlar ki, bəs onların da ərazilərində bu davam edə bilər. Kommunist ideologiyası yayıla bilər və bu onlara böyük ziyan verir. Elə bundan sonra 1949-cu ildə işğal zonaları birləşdirilir. Avropalılar öz işğal zonalarını birləşdirirlər Amerika ilə və beləliklə AFR dövləti ortaya çıxır. AFR deməli neçənci ildə yarandı? 1949-cu ildə. Yaransın AFR ilk konstitusiyasında elə 49-cu ildə qəbul edəcək. AFR-nin konstitusiyasına görə AFR parlamentli respublikadır. Prezidentin səlahiyyətləri məhduddur. Yəni prezident çox səlahiyyəti yoxdur, sadəcə olaraq adı var. Bununla yanaşı ölkəni idarə edən bir nömrəli şəxs baş kansler hesab olunur. Baş kansler bizdə belə deyək də baş nazir vəzifəsi ilə uyuşur və baş kansler parlamentdən asılıdır. Yəni parlament qarşısında məsuliyyət daşıyır. 1949-da AFR-nin yaradılmasına cavab olaraq SSR-də nə etmiş? ADR-ni, Almaniya Demokratik Respublikasını yaratmışdı. Kommunist ideologiyalı dövlətlərin adlarının sonunda biz DR ifadəsini görürük. Demokratik Respublika və yaxud Demokratik Xalq Respublikası. Beləliklə 1949-da AFR və ADR yarandı. Almaniya rəsmi surətdə iki yerə bölünüb, iki ayrı dövlət var onun ərazisində. Davam edək. Bəs bizim ilk kanslerimiz kim olacaq? Biz əsas etibarilə AFR-dən danışacağıq. Başlayaq. AFR-nin ilk kansleri Konrad Adenauer olmuşdur. Konrad Adenauer 1949-dan 1963-cü ilə qədər hakimiyyətdə olmuş. Onun hakimiyyətdə olduğu dövr isə belə deyək ki, iqtisadi möcüzələr dövrünə təsadüf edir. Belə ki, 50-ci illər AFR tarixində iqtisadi möcüzələr dövrü adlanır və iqtisadi möcüzələr kimin adı ilə bağlıdır? Konrad Adenauerin adı ilə. Yadda saxlayaq, neçənci illərdə Almaniyada bu? 50-ci illər. 50-ci illərdə Konrad Adenauerin baş kanslerliyi dövründə iqtisadi möcüzə yaşanır. Almaniyanın iqtisadiyyatı sürətli şəkildə inkişaf edir. Bəs bunun hansı səbəbləri var? Bunun əsas səbəbləri 1. Xaricdən gələn ucuz işçi qüvvəsi. Kənardan şəxslər gəlirlər, fəhləlik eləyirlər, işləyirlər və bununla yanaşı kənardan bir sıra mütəxəssislər də gəlir. Bununla yanaşı Almaniya elmi-texniki tərəqqinin töhfələrindən bir xeyli yararlanır, yeni texnologiyalardan istifadə edir. Bununla yanaşı ölkə iqtisadiyyatına geniş şəkildə sərmayə qoyuluşu olur. İri kapital qoyuluşu artır sənaye sahələrinə və bu da iqtisadiyyatı inkişaf elətdirir. Həmçinin biz bilirik Harry Truman'in, ABŞ prezidenti Harry Truman'in siyasətindən ki, Marshall planına əsasən o bütün Avropa ölkələrinə 2-ci Dünya müharibəsində demək olar ki, bütün Avropa ölkələri demək bu ifadə biraz yanlış oldu. Yəni kapitalist olan bütün Avropa ölkələrinə nə edir? İqtisadi yardımlar verməyi planlaşdırırdı Marshall planından və Almaniya AFR Marshall planından xeyli yararlanmışdı. Bununla yanaşı AFR-də heç bir hərbi xərc demək olar ki, çəkmirdi. Hərbi xərclər həddindən artıq az idi və bu da nəyə səbəb olur? Bu da təbii olaraq ölkənin inkişafına gətirib çıxarır.
1950-ci illər keçirik xarici siyasət, daxili siyasət birliyi, iqtisadi məsələlər. Bəs xarici siyasətdə nə baş verir? Xarici siyasətdə də Konrad Adenauer belə deyək, bir sıra uğurlara imza atır. Bunlardan birincisi 50-ci illərdə AFR NATOya daxil oldu. İkincisi isə 1957-ci ildə qurulan AIP Avropa İqtisadi Birliyinin yaradıcılarından biri eləməz AFR oldu. Qəbul imtahanımızın sualı 2026-cı ildə AFR və Fransa bir növ AIB-in, yəni Avropa İqtisadi Birliyinin qurucuları hesab olunurlar. AIB də qoşuldu, yaratdı Konrad Adenauer'in dövründə və bununla yanaşı Konrad Adenauer'in uğurlu siyasəti nəticəsində AFR-in ərazisində olan işğal zonaları tam şəkildə ləğv olundu. Almaniya üzərində artıq işğal zonası çəkilə bilməz. AFR də belə deyək də bərabər hüquqlu bir dövlət kimi onun dövründə tanınır. Əla, Konrad Adenauer bunları elədi. Və lakin onun hakimiyyəti uzun çəkəcəkmi? Gəldik 1961-ci il. Sovet müharibədən bildiyimiz kimi SSR neynir? Berlin səddini çəkir. Şərqi çünki Berlindən qərbi Berlinə neynirdi? Əhali köç edir, axın edir. SSR tələb irəli sürür. Deyir ki, gəlin Berlin haqqında yeni bir qərar qəbul edək. Ya Berlini verək BMT-yə, ya bütün Berlin verilsin SSR-yə. Bunu da Avropa tərəfi qəbul eləmir, ABŞ qəbul eləmir. Belə olanda SSR neynir? Berlin səddini çəkir və Berlin böhranı yaşanır. Bu 1961-ci ildə çəkilən Berlin səddi bir növ Almaniyanın parçalanmasının rəmzi, simvol xarakteri daşıyır və Konrad Adenauer bu dövrdə heç bir əməli addım atmır SSR-yə qarşı və bu da xalq tərəfindən narazılıqlara səbəb olur və bunun nəticəsində də Konrad Adenauer vəzifədən 1963-də uzaqlaşdırılır. Getdik, davam edək. İndi kimdən danışaq? Willy Brandt. Bir də bu Konrad Adenauer haqqında ağlıma gəlmişkən deyim. Bu Xristian Demokratik İttifaqının üzvü olubdu. Bunu yadda saxlayaq. XDI. Çünki birazdan bir oxşarlıq olaraq bunu vurğulayacağıq. Davam edirik. Willy Brandt 1969-1974. İndi bu Willy Brandt nə işlə məşğul olubdu? Bunun əsas məsələsi yeni şərq siyasətini elan etməsidir. Və bir də daxili siyasətdə bir xeyli işlər görübdü. Daxili siyasətdə nə edib? Əmək haqqlarını artırıb, təqaüdlərin artırıbdı, həcmini. Həmçinindəki sahibkarların fəaliyyətinə nəzarəti gücləndiribdi. Sahibkarın fəaliyyətinə nəzarəti sən gücləndirsən nə olar? Təbii olaraq o qiymət artımı eləyə bilməz və qiymət artımı eləyə bilməzsə əhali bundan faydalanır, əhalinin rifahı yüksələr və belə gördüyü daxili siyasətdəki işlərə görə xalq tərəfindən belə deyək, xoş qarşılanır onun gördüyü işlər. Xarici siyasətdə isə dedik, nə elan elədi Willy Brandt? Yeni şərq siyasəti. Nədir yeni şərq siyasəti? Yeni şərq siyasəti barədə biz 3 dənə şeyi əzbər bilməliyik. Birincisi, yeni şərq siyasətinə görə Qərbi Berlinin statusu həll olunur. Qərbi Berlinin statusu həll olunur. Sonra danışaq nədən? Deyək, ikinci bir məsələ. AFR və ADR. Bu iki respublika arasında beynəlxalq münasibətlər bərpa olunur. Yəni bu iki ölkə arasında dövlətlər arası münasibətlər daha doğrusu deyək yaranır. İlk dəfə artıq iki dövlət bir-biri ilə münasibət qurur. Diplomatik korpuslar filan yaradılır qarşılıqlı olaraq. Üçüncü bir məsələ olaraq isə vurğulayaq. İkinci Dünya müharibəsindən sonra Şərqi Avropada Almaniyanın sərhədləri tanınır. Nə oldu? Şərqi Avropada sərhədlər tanındı. Beləliklə biz nələr dedik? Willy Brandt barədə əmək haqqlarını artırıb, təqaüdləri artırıb, deyək biz xalqın vəziyyətini yaxşılaşdırmaqdan ötəri sahibkarların üzərinə qoyduğu nəzarəti gücləndirib. Bununla yanaşı yeni şərq siyasətindən danışdıq. Xarici siyasətin adı yeni şərq siyasəti idi və yeni şərq siyasətinə görə Şərqi Avropadakı Almaniyanın sərhədləri tanınır 2-ci Dünya müharibəsindən sonra. Bununla yanaşı AFR ilə ADR arasında dövlətlər arası münasibətlər bərqərar olunur və Qərbi Berlinin statusu həll olunur. Willy Brandt 1974-də vəzifədən uzaqlaşdırılır. Səbəb isə belə deyək, onun SSR-nin kəşfiyyatı ilə, yəni KGB ilə əməkdaşlıq elədiyi gizli şəkildə güya ki ortaya çıxılır, ittiham olunur. Bu iddia olaraq bir növ irəli sürülür ona qarşı və 1974-də bu ittiham sayəsində vəzifədən uzaqlaşdırılır.
Bu yeni şərq siyasəti haqqında bir nüansa toxunaq. Bu AFR ilə ADR arasında dövlətlər arası münasibətlərin yaranmasının iki əsas nəticəsi var. Birincisi, gələcəkdə bu dövlətlərin birləşməsinə gətirib çıxaracaq. İkincisi isə onlar hər ikisi BMT-yə bir növ qəbul olunacaqlar özü kimi. Beləliklə, yeni şərq siyasətinin içərisində danışdığımız AFR və ADR arasındakı dövlətlər arası münasibətlərin yaradılmasının nəticəsi nədən ibarətdir? 1. Gələcəkdə birləşməyə səbəb olur, Almaniyanın vahid bir şəkildə birləşməsinə. 2. Hər ikisinin BMT-nin vahid üzvü qəbul olunmasına kömək edir. Davam edək. İndi isə danışaq kimdən? Helmut Kohl'dan. Bu Helmut Kohl kimdir? Willy Brandt'ın da partiyası barədə məlumat versək, Sosial Demokrat Partiyasının üzvü idi. Bunu da deyək, yaddan çıxmamış. Davam. Gəldik Helmut Kohl'a. 1983-1990. Görək bu adam nə edibdi? Helmut Kohl'un əsas məqsədi vahid Almaniyanın yaradılması idi və biz deyəcəyik, Konrad Adenauerlə həmən Helmut Kohl'un oxşar cəhəti nədir? Hər ikisi XD, yəni Xristian Demokratik İttifaqının üzvü olmuşdurlar. Hər ikisi eyni partiyadandılar. Bunu yadda saxlayaq. Davam. Bu parlamentin, daha doğrusu baş kansleri seçilir Respublikanın və baş kanslerliyi olduğu dövrdə Helmut Kohl dedik ki, vahid dövləti yaratılmasına çalışır və bu dövrdə ADR-də də, Almaniya Demokratik Respublikasında da xalq iqtisadi cəhətdən yüksək inkişaf eləmiş AFR-yə birləşmək istəyir. Və bunun üçün də artıq xalq arasında da belə deyək bir növ təşkilatlanma başlayır. Xalq tərəfdən də səslər ucalır və gələcəkdə bu nəyə gətirib çıxarır? AFR çox yüksək səviyyədə ADR-yə kömək edir iqtisadi cəhətdən və hətta 1989-cu ildə Moskvada AFR ilə SSR arasında danışıqlar olur və bu danışıqlarda ABŞ, İngiltərə və Fransa da iştirak edir. Həmin bu 1989-cu il Moskvada olan danışıqlarda Rusiya AFR ilə razılaşır ki, tamam, mən ADR-dən qoşunlarımı çıxarırım. Helmut Kohl'un siyasəti nəticəsində 1989 Moskva görüşünün nəticəsində SSR ADR ərazisindən Almaniya Demokratik Respublikası ərazisindən öz qoşunlarını çıxartmağı qərara aldı. Və 1989-cu ildə həmən o Berlin səddi də dağıdıldı. Berlin səddi dağıdıldı və 1990-cı ildə ümumi bir xalq yığınacağı təşkil olunur və həmən o yığıncaqda qərar alınır. AFR və ADR birləşsin və beləliklə 1990-cı ildə AFR ilə ADR birləşir və bugünkü vahid Almaniya Respublikası, Almaniya dövləti nəhayət yaranır. Beləliklə Almaniya dövləti yarandı. Bugünkü gündə ərazisinə görə belə deyək Avropada 3, amma əhalisinin sayına görə isə birinci dövlət hesab olunur. Müasir dövrdə ən tanınmış baş kansleri isə Angela Merkel idi. Belə deyə bilərik, hardasa 2021-ə qədər hakimiyyətdə olmuşdur. Daha sonra hakimiyyətdə olan heç mənim də yadıma gəlmir. Beləliklə biz 2-ci Dünya müharibəsindən sonra Almaniya Federativ Respublikası barədə sizinlə danışdıq. Ümid edirəm sizin üçün mühüm, əhəmiyyətli oldu bu dərsimiz. Növbəti video izahatlarda görüşənə qədər sağ olun, salamat qalın.